Hədis Biharul Ənvardadır, mötəbər hədisdir. Muhammed ibn Müslim adında bir səhabədir. Deyir, bu varlı hörmətli adam idi, hörmətli kişi idi. Var sərvəti var, hörməti yoxdur. Bu həm sərvət sahibi, həm də izzət, hörmət sahibi bir adam idi. Gəlir İmam Baqir əleyhissalamın yanına. İmam Baqir əleyhissalam buna buyurdu. Təvazökar ol ey Muhammed, buna dedi. Bu da ki, çox zirəng adamdır, bəsirətli adamdır. Başa düşdü ki, nəsə problem var. İmam mənə bunu elə belə deməz. Üstündən keçmədi ki, hə ağa, mən elə çalışıram, təvazökarlıq eləyəm. Yaxud yaxşı sabahdan çalışaram. Gör neynədi. O hörmətli adam gəldi, məscidin qabağında bir səbət xurma qoydu, tərəzi qoydu. Məsciddən çıxanlara qışqıra-qışqırdı. Xurma satıram, xurma satıram. Ay xurma alan. Başladı nəfsini belə zəll eləməyə. Təsəvvür edin, şəhərdə bir hörmətli adam, milyonla pulu olan insan, məsələn, maşınları, evləri, indi o dövrdə də o hörmət, izzəti birdən gəlir, qoyur bu məscidin qabağında xurma, deyir, xurma satıram. O həddə qədər bunu elədi ki, qohumların narahat oldu ki, vay biabır elədim bizi. Sənə biz nəsildə sənlə iftixar eləmişik, sən neynədin? Dedi, mənə ağam bir söz dedi, mən ağamı razı salana qədər bu işi davam eləyəcəm. Gedib oyunbazlıq eləmədi, təvazu elə, yəni girməkdə, necə sən onun üzünə gül, bunun üzünə gül. Yox, bildi ki, nəfsi sındırmaq lazımdır. Rahat dindarlıq eləmişəm indiyə qədər. Nəfsi əzməyin çətinliyinə qatlaşmamışam. Deyəsən də yadımdan çıxıb dəqiq bilmirəm, İmam Baqir sonra gördü, öz razılığını bildirdi ondan. Yəni, axır imamın, bilirəm, bunu dəqiq bilirəm ki, imamın razılığını qazandı.